Salam dostlar, bu mövzuya uzun müddətdir toxunmurdum, amma son vaxtlar ehtiyac hiss elədiyimdən istəyirəm təkrar gündəmə gətirim. Deməli, istər sosial şəbəkələrdə, istər gündəlik həyatımızda şəhidlər və qazilər mövzusundan söz düşəndə belə bir sual verilir. 93-cü ilin şəhididir, yoxsa 2020-ci ilin? Bu, dəfələrlə də qeyd eləmişik, çox yanlış bir ayrı seçkilikdir. Ümumiyyətlə, mən bir şeyi anlaya bilmirəm. Yəni, bir insanın əgər yaşı çatıb 93-cü ildə vətəni üçün döyüşübsə, başqa birinin 2020-ci ildə, başqa biri 2000-ci ildə, burada hansısa bir kvalifikasiyanın, nə bilim, hansısa bir təsnifatın ümumiyyətlə yaradılması, dırnaqarası təsnifatın çox ayıbdır. Məsələn, bəzən məndən soruşurlar, sən niyə filan vaxtda döyüşməmsən? Məsələn, mənim 40 yaşım var, xidmətim 20 il, 22 il əvvələ təsadüf eləyib. Xidmət eləmişəm, sərhədçi olmuşam. Həmin vaxtda müharibə ola bilərdi, mən də şəhid ola bilərdim, qazi ola bilərdim və yaxud da müharibə iştirakçısı ola bilərdim. İndi mənim qismətimdə olmayıb. Yəni, neyniyə bilərəm, yəni belə deyək də. Və yaxud da, indi bir adam 93-cü ildə şəhid olubsa, həmin vaxt biz Qarabağı ala bilməmişiksə, Qarabağ işğal olunubsa, bəyəm indi o şəhidin, belə deyək də, o mərhələsinə, dərəcəsinə, statusuna xələl mi gətirir? Yəni, bu düşüncə ümumiyyətlə çox geri zəkalı bir təfəkkürün məhsuludur. Və yaxud da sən neçənci ilin qazisisən. İndi bu qazi 20-ci ildə vətəni üçün döyüşüb, o birisi 93-cü ildə. Yəni, bir insanın ümumiyyətlə vətəni üçün xidmət eləməyinin hansısa bir tarixi varmı? Yəni, yaşdan asılı olan bir məsələdir də. İndi, məsələn, bəlkə də tariximizdə elə bir qəhrəman gələcək ki, heç dünyaya gəlməyib, amma bəlkə 5 il sonra doğulacaq, 30 il sonra da ən böyük qəhrəmanımız olacaq, bəlkə də ən böyük qəhrəmanlarımızdan biri olacaq. İndi biz qınamalıyıq ki, sən niyə gec dünyaya gəlmişsən və yaxud da niyə tez doğulmusan? Yəni, belə şeyləri çox xahiş edirəm, nəzərə alın və xüsusilə 93-cü ildə döyüşmüş, sağlamlığını itirmiş, həyatını qurban vermiş şəhidlərimizin ailələri nəzərə alın belə məsələlərdir. Yəni, bu ayrı seçkilik lazımsızdır, yersizdir və kənardan da çox pis görünür. İndi əgər həmin illərdə bu qədər texnikamız olmayıbsa, dövlətimiz belə güclü olmayıbsa və s. və ilaxır, bunun günahı həmin oğlanlar deyil ki. Həmin oğlanlar bəlkə də tariximizin ən böyük qəhrəmanlarıdır, amma neyniyək ki, o vaxtları bizim dövlət büdcəmiz az idi, hərbi büdcəmiz demək olar yox idi, nə bilim, Sovetdən nə qalmışdı, onlarla döyüşdülər. Bəlkə də elə o oğlanların hesabına biz daha böyük ərazi itkimizin qarşısını almışıq. Bəlkə də torpaqlarımızın 20% yox, bəlkə 50% işğal olunacaqdı. Onu heç kim deyə bilməz. Ona görə də belə ayrı seçkilik eləyəndə nəzərə alın həmin o şəhid ailələrini, ümumiyyətlə 93, 2020, 2005, 2025, yəni bunları bir də Allah heç kimə müharibə göstərməsin, heç bir dövlətə. Bəlkə də 5 il sonra hansısa bir müharibə olacaq. İndi 13-15 yaşında uşaqlarımız da o müharibənin iştirakçısı olacaq. Onu da biz bilmirik. Belə məsələlərdə çox xahiş edirəm, diqqətli olaq. Bu videonu da belə deyək də, hər kəslə paylaşsanız yaxşı olar ki, əgər baş ağrısı deyilsə, əgər nəsə öyrənə bildinsə bu videodan, başqa birinə də göndərsən, ən az bu dediklərimi o da eşidər, bəlkə maariflənər. Heç bəlkə də ehtiyacı yoxdur maariflənməyə, məndən də çox bilir, amma yenə də göndərsən pis olmaz. Təşəkkür edirəm.